Salam, hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri, dəyərli futbol sevərlər. Neftçi Bazadayıq Judo Federasiyasında onların dueli 10 yaşlı arasındakı Respublika çempionatı turun mərkəzi görüşüb. İki favorit komanda, turun iki favorit komandası bugün mübarizə aparır. Neftçi və Sabah kollektivlərini biz üzə görürük. Sarı formada Neftçi, ağ formada ise Sabah çıxış edir. Görüşdən üzəri komandaya uğurlar arzu edirik. Güclü olan qalib olsun deyirik. İndirə maraqlı və məhsuldar bir oyuna şahid olacağıq. Sabahın əmləsi. İndirilən zərbə, Fatih yerindədir. Camalov. Bu sevgi komanda bir qədər özgüvən verə bilər. İbrahim Namazov ötürmək istəyib. Yusuf Cəfərzadə. Tunar rəqiblə mübarizə aparırdı. Out. Rəşidov pressing var. Rəşidov içinin kapitanı. Əsas gol silahlarından biridir. Fəzail orada cəhd etsə də top meydanda saxlama mümkün olmur. İndi gələnlər biz xoş gördük. Görüş yeni başlayıb, elə ki qolsuz bərabərliyi var. İkinci dəqiqə oynanılır. Neftçi Bazada Judo Federasiyasında onların dueli 10 yaşlılar arasındakı Respublika çempionatı. Neftçi və Sabah komandaları üz-üzədir. Səyid uzaqlaşdırma həmləsi dərsənd ki, bir qədər oturma xarakteri daşıyırdı. Həm templi bir oyunun şahidik. Hər iki komanda istəklidir. Mübarizə bunu özündə ihtiva edir. Görüşdə tilsim nə zaman qırılacaq? Qapının kilidini kim açacaq? Neftçi Sabah oyununda Fatih Camalov. Cinafda Tanrı Əliyev təzyiq edirdi. Əjdərdir bu. Korner Sabahla cərmə meydançasında verdə kifayət qədər Sabahla oyuncu mövqe tutub. Standart vəziyyəti necə yerinə yetirəcəklər. Orada kapitan Onur torlara ilişdi, bir qədər müqamətini itirdi. Reklamımızı maksimum dərəcədə bəyənirik. 250 nəfəri bəyənək və paylaşaq. Zəhmət olmasa ki, bu uşaqlarımız, bu gənclərimiz daha çox kütlə qarşısına çıxsın. Turun mərkəzi görüşünü daha çox şəxs izləsin. Cəyid orada Ral Rəşidovun təzyiqi var idi. Yusuf Cəfərzadə əmləyə qatılmışdı. Ral Rəşidov. Raul. Yusuf cinahda ötürmək istəyirdi. Bir qədər sağa meyləndi Rəşidov. Fəzail. Sabah kapitan indi top ələ keçirdi. Sağ cinahda əmlə qurulma istəyib. Fəzail Əlizadə oradan rəqibini qarşısını kəsməyi bacarır. Qarşılı mübarizəni şahidik. Qayda pozuntusu qeydə alır ədalət təmsilçisi. Əjdər ötürmə ilə başladılar. Ötürmədə səhvə yol verdilər. Out Neftçinin. Səyid Muxtarlı atı yeni yetirməlidir Neftçi adına. Ral Rəşidov orada Əjdərlə mübarizə apardı. Əjdər top rəqibinə vurur, meydanda çıxardı, amma deyəsən top orada Ralın üzünə dəydi. Referi oraya yollandı. Dedi ki, ağır bir zəd olmaz. Referi onun üçün dəyişməsini istədim. Təbii ki, həkimlərin də müşahidə altında Ral Rəşidov bir qədər texniki sonradan dincil alacaq. Burnunda bir problemi var. Komandanın əsas qol silahı kapitanım. Olsa artıq Fəzail Atanur Əliyev mən də bir qədər çaşbaş salda ədalət təmsilçisi onun üçün meydanı tərk etməmiş, oyun bərpa olunmuşdu. Neftçinin baş məqsədi Tural Lətifov bunu etirazını edirdi referiyə. Bu arada Raulun meydanı tərk etməsindən sonra Məhəmməd Rəhimli meydana daxil oldu. 16 nömrəli forma ilə çıxış edir. Təzyiq edir Neftçi tərəfi. Yusuf Cəfərzadə pressing. Atanur Əliyev. Qarşılaşmada
Hələ ki qolsuz bərabərlik var. 5 dəqiqəni gerdə qoyuluq. Hələ ki görüşdə tilsim qırılmayıb. Fatih Camalov, Cina doğru ötürmə. Səid Muxtarlı. Qapısı var. Emir. Sıfırım ilə başladılar müdafiədə. Sabah tərəfi səmti dəyişiklər Əjər. Orada Məhəmməd Rəhimlin pressing var idi. Out Sabahın. Başla. İhramızı bəyinə zəhmət olmasa. İbrahim orada rəqbini qabaqladı. Zərbə imkan vermək olmaz. Zor məsafədə endirilən zərbə. İstiqamətini dəyişdi top. Fatih Camalov reaksiya verə bilmir. Görüşdə tilsim qırıldı, hesab açıldı. 1-0 Sabah artıq öndədir. Neftçi Judo Federasiyasında onların duelində 10 yaşlı arasındakı Respublika çempionatında Sabah minimal hesabla öndədir. Neftçi önündə görədir. Neftçinin buna cavabı olacaqmı? Ral meydana qayıtdı, hər şey yaxşı görünür. Tunar. Yusuf Cəfərzadə qazandı. Yusif, var ötürmək istəyib. Sona qədər. Sabahın kapitanı bir qədər rəllədi. Qapı tirinə dəyir. Top təkrar həmlə istəyib. Fatih Camalov ötürmə ilə başladı İbrahim. Tunar, молодец, Tunar. Alt yeri itirməlidir Sabah adına. Atan Aliyev, Raul Rəşidov bir qədər geriyə ötürmə verdi. Biraz tez hərəkət eləyəsən. Top meydanı tərk etməyib. Rəşidov. Türmələrə top müdafiədən çıxardılar. Raul aldı cəmlə yayını rəqibindən. Onda gerdə qaldı. Top aydı burada müdaxilə. Sabah iki səmləyə səy göstərdi. Atan Aliyev qarşılıqlı mübarizənin şahidik. Səmti dəyişdilər. Səid Muxtarlı. Səid bir ötürmək səyə Raul çata bilərmi? Golkiper çıxışda düzgün oynadı rəqibini. Qabaqlamağı bacarır. Arkanda. Əjdər. Uzun məsafədə endirilən zərbə top qapının üzərinə meydan tərk edir. Qarabağ paraleldə oynayır Şirvansarayla. İbrahim ötürməsi Fatih Camalov, təzyiq var. Soyuqqanlı da golkiper. Səid Muxtarlı, Atanur Əliyev, sol cinahdan FC həmləsi qurulacaq. Atanur. Çek. İbrahim şığır rəqibinin üzərinə. Top meydandan çıxardı, out. Emir uzaqsa. Atanur soluna bak. Əjdər. Atanur. Daha sonra İbrahim, Raul. Hərəkətlənib Rəşidov. Sürət hesabını özünü çatdırdı. Dirəyə dəydi qapçı. Bir qədər inamsız oynamışdı orada. Korner izləyək. Efcanla standart vəziyyət. Yapışmışdan zərbəni, o standart vəziyyəti necə yeni itirəcəklər? İbrahim. Top şansını qolla nəticələndirə biləcəklərmi? Cərmə meydancısının dəvərində 4 oyuncu saydım mən Neftçi adına. Bərabərlik qolunu axtaran Neftçi tərəfi bir daha xatırladım. Judo Federasiyasında Neftçi bazada onlar arasındakı duelloda 10 yaşlı arasındakı Respublika çempionatında Sabahın minimal hesab üstünlüyü var. Neftçi önündə müdafiəçilər bir qədər uzaqlaşdırdı. Səid Muxtarlı yüksəlik qazanıb. Top Əjdər. Raul Rəşidov. Qapı tirinə dəydi. İkrar əmlə alınmır. Bərabərliyə çox yaxınlaşır Neftçi. Raul Atanur. Düz bölüşdürün. Dikkatli ol. Sayın. Выйди на него. Выйди на него. Atanur'u qabağa. Sık Yüzka. Yusuf Cəfərzadənin də pressing edir. Raul da təzyiqə qatıldı. Atanur indi sol cinahdan.
İbrahim. Bravo İbrahim, bravo. Ediyor, devam. Karşı üçlü. Arkadaşlar hazır olsunlar. Korner izləyəcəyik. Dikkatli olun, gel oğlum. Sabah adına küncdən zərbə. Gitti, ha. Raul, Raul. Ötürməklə başladı. Bu grif tapşırına bənzəyir Əjdər. Üstəlik qazanan top. Tələsməyin, tələsməyin. Nəticəsiz qaldı Fatih Camalov. Düşürün. Neft oyuncuları indi mövqü tutdular. Atanur Əliyev. Eybi yok Əjdər. Müdaxilə Əjdərdən out. Zək, kampa. Neftçinin. Gitlər. Massız yok. Koy gelsinler biraz da. Yenigellərimizi xoş gördük. Aşağıda darıcı görən bəyənənlər minnətdaram. Qarşılaşmada 12-ci dəqiqə oynanılır. Neftçi bazada Judo Federasiyasında onların dueli 10 yaşlı arasındakı Respublika çempionatı Neftçi və Sabah komandaları üzrədir. Turun mərkəzi görüşüdür Sabahın. Minimal hesablı üstünlüyü var Neftçi önündə. İndirilən zərbə top qapının üzərində meydan tərk edir. Harda oynayırsa. Oradaki oyuncu sarıyor. Burada Sultan, tələsməyin o anda. Fatih Camalov, Nizad yaxın oyna, Nizad yaxın oyna. Səid Muxtarlı, Yusuf Cəfərzadə, İbrahim, Hey! Ediyor. Devam. Sayın. Fatih. Olur. yenigellərimizi xoş gördük. Gol TV-yə də şəfa diləyirik. Heydər əmiyə şəfa diləyirik. Sizin timsalınıza biz də hər iki komandaya uğurlar arzu edək. Oynayar da. Artıq ilk hissəni yarılamışıq. 13-cü dəqiqə oynanılır. Və sabah minimal hesablı üstünlüyü var. Onların duelində Neftçi öndə. Raul Rəşidov qaçıb mənimsədi. Daha sonra bir qədər top əlindən buraxmışdım. Əllə keçirdi Əjdər. Boş, super! Sabahın əmləsi sol cinahdan qurulacaq. İbrahim var qarşısında. Yusuf Cəfərzadə komanda yoldaşının köməyinə çatdı. Yusufun ötürməsi Atanur Əliyev. Atanur. Arkanda oyuncu var. Zərbə imkan vermək olmaz. İndirilən zərbə top qapıdan yan keçir. Çərçivə düşmək mümkün olmadı. Fatih, Səid Muxtarlı, Aga, bura gəl. fasilədən öncə hesabda dəyişiklik olacaqmı? Raul Rəşidov, əksəmlə, Raul bir qədər tələssəmlə, Rəşidov. Rəqiblərin onun üzərinə şığır, qarşılıqlı mübarizənin şahidi Fəzal Əlizadəyə dəymişdir Raul. Raul Rəşidov öndə qaldı. Raul, zərbədə imkan verilmir ona. İbrahim, bu Yusuf Cəfərzadə idi. Fəzal də təzyiqə qatıldı. Sabah 7 nömrəli oyuncusu yaxşı yayınır rəqiblərindən. Son müdaxilə İbrahimdən. Alt yerinə yetirilməlidir Sabah adına. Tunar. Fatih. Ələsirsin. Camalov mənimsəmək bacarır. Düşürün. Baba. Fatih Camalov. Qapçıya. İbrahimlə oynadı. Yeniden Camalov. Riskli ötürmələrlə top müdafiədən çıxarmağa bacardılar. Əksəmlə indi səy göstərirlər. Atanur idi orada rəqiblərlə mübarizə aparan. Yusuf Cəfərzadə rəqibin qarşısını kəsmək istəyir. Bir də elə dəyişdi. Arkada oyuncu var. Sultan Keyni. Səid Muxtarlı. Atalur ortaya düş. Dikkatli olsun.
Geçtin. Geçtin. Ay sağ ol. Süper. Geçtin. Var, təzyiq elə. Tamam. Biraz sev. Burada vəziyyətmə başlayacaq Neftçinin heyətində Məhəmməd Rəhimli Tural Lətifovun yanında bir qədər sonra meydana daxil olacaq. 16 nömrəli forması ilə Raul Rəşidov indirdiyi zərbə qolkiper təkrar əmləcəkdi. Müdafiəçilər keçid vermədi, qapandı Sabah tərəfi. Aferin. Bir halda cəmlə, arı ötürməsi Səyid. Turar orada mani olmaq istəyirdi. Hücumun səmtini sağ cıra doğru dəyişdi Sabah tərəfi. İbrahim, Raul. Səyid top meydanda saxladı, oyunun tempi bu dəqiqələrdə bir qədər də artıq, oyun bir qədər də qızışıb. Sabah tərəfi fərqi 2-yə yüksəldir. Edar adını mübarizə aparmaq istəyir. Neftçi isə comeback üçün ikinci bərabərliyi tapmaq istəyir. İbrahim komanda yoldaşını Tak stop. Yolda Şakir. səhvini düzəltdi. Korner, küncdən zərbə olacaq. Tunar gel. Təzəl Əlizadə əvəzlənir. Məhəmməd Rəhimli meydana daxil oldu. Həmçinin digər tərəfdə də üçlü dəyişiklik Sabah adına. İşte ilk əvəz etmələrdir bunlar. Bir. Ay sağ ol. Yusif, Səyid, Atanur Əliyev, Yusuf Cəfərzadə. Neftçinin sol cinat həmləsi Yusif yayındı bir rəqibinə. Cəfərzadə ötürmək istəyir, Məhəmmədə çatmadı. Atanur, Məhəmməd Rəhimli, Salaxan oyunçuluğuna imkan verilmir. Ralo doğru ötürmə keçmədi. Sabahın əks həmləsi ola bilər. Müdafiə geri çəkilməlidir. Təhlükəli gəldilər. Zərbədə imkan vermək olmaz. İbrahim və Səyid Muxtarla birgə kombinasiya etdilər. Dəf etməyə bazarlar Yusif ara ötürməsi. Aga biraz tez oyna. Allah. Bravo. Aga geniş. İbrahim dikkatli ol İbrahim. Bak arkanda de. Fatih Camalov. Bir hareket eyle. Bak sürətdən. Bak sürətdən. Olur. Səyid. Cina doğru ötürmə Atanur Əliyev. Bitirmə ünvana çatmadı. Sabahın əks həmləsi. İbrahim bu duellonun qalib tərəfidir. Bir halda cəblə. İndirilən zərbədə müdafiəçilər keçid vermədi. Məhəmməd Rəhimli ilə Neftçinin əks həmləsi ola bilər Məhəmməd. İki rəqiblə birlikdə mübarizə aparır, amma topu meydanda saxlamaq mümkün olmadı. Stil hareket eyle. Onların duelində Neftçi bazada Judo Federasiyasında 10 yaşlı arasındakı Respublika çempionatında Sabah minimal hesablı üstünlüyü var. Neftçi önündə. Yaxşı da yapra davay. Mika uzak. Səyid. Mika. Cina doğru ötürmə Raul. At yerinə etirilməlidir. İbrahim ödün sen qaytarsın. Səyid. Əslində bir dəfə də qaytar özünə də. Voleybol oynuyoruz elə bir dayaqda. Atanur, təzyiq qatıldı Məhəmməd. Qapqarşıda parlı ötürməm. Keçi yoxdur, top meydanı tərk etməyib. Atanur Əliyev orada rəqiblərlə mübarizə apardı. Ötürmə bir qədər ünvansız halda Raul Rəşidov geri qayıtmışdı. Və Raul rəqibini tut çəkirdi. Telaş. Tam yerini tutun. Aga geniş. Şurada. Biraz kabağa çıkartsın. Öndürülən zərbə Fatih Camalov. Camalov keçid vermədi. Sabahın 9 nömrəli oyunçusu zərbə indirmişdi Fatih. Divləşdi qapısında. Top qapıdan keçir. Uzaqlaşdıra bilmədilər. Sultan Seyit gelin.
Sabah artıq 2-0 hesab önündədir. Neftçi önündə ilk hissədə təxmin olaraq son 5 dəqiqə. Səyid Muxtarlı. 1-2. Zərbə var. Fatih Camalov. İbrahim. Süperləri. Rəqib onu top çəkirdi, bəli. Referdə qayda pozuntusu qeydə alır. Gözünə yayılmadı Ədalət təmsilçisinin. Səyid Muxtarla komanda yoldaşlarının hərəkətlənməsini istədi. Uzun ötürmə gələcək kimi görünür. Meydan rəqib olan hissəsində artıq bir neçə oyuncu mövqe tutub. Səyidin ötürməsi. Raul. Çıxma, Əli, çıxma. Yusuf Cəfərzadə. Yusuf Aldal Cəmlələr. Tanır, yarımçı qalan əmlərini tamamlamaq istəyirdi. Sabahın əks hücum şansı. Vur Fərid, bir. Səyid. Bilaldan Cəmlə rəqibini yola saldı. Diaqonalda Məhəmməd ötürmək istəyirdi. O Raulu qatmaq istədəmlə. Yusuf. Cəfərzadə. İki rəqibinə yayınsa da ardı gəlmədi. Hətta hakimə də orada bir etiraz var idi ki, qayda pozulub deyə. Referama qayda pozuntusu qeydə alınır. Neftçi bazada Judo Federasiyasında onların duelində turun mərkəzi görüşündə Sabah 2-0 hesab önündədir. Neftçi önündə. Sinat doğru ötürmə. Məhəmməd Rəhimli. Sol ayaq səhəri gəldi. Sol ayaq. Hərəkət eləyin. Fərid atı altıya. Atı. Ay sağ ol. Lavan. Qapıdan zərbə. Düş yermə Fərid. Düş yermə. Kampan. Calı. Top rəqibdə kampan. Olan Nika. İbrahim. Fatih Camalov. Ağlam ağa. Məhəmməd Rəhimli. Ağla Nika. Topa gəl. Məhəmməd sona qədər oynadı. Topu da meydanda saxlamağı bacardı. Top Neftçi oyuncularda qaldığı üçün referi davam edir. Süni prinsipinə əməl olunur. Məhəmməd Rəhimli. Qayda pozulub. Topu itirsin, topu da qoyun. Topu gözlə. Bir ora. Diqqətli. Davamını saxla. Güdürət, görüş. Aga, diqqətli ol, üçdülər, var geçərdə. Səyid Muxtarlı qapını da düşünə bilər. Ötürmə idi bu Məhəmməd Rəhimlinin. Qabaqladılar. Sabahın əks hücum şansı. Sağ cinahdan müdafiə artıq geri çəkilib. Səyid. İbrahim Namazov. Gəl Fərid. Səyid yüksəkliyi qazandırdı. Qapısını da açdı top. Top qapıdan keçir. Səyid Muxtarlı. Qapısı yanlış oynadı. Səyidin uzaqlaşdırma həmləsi. Top çərçivə yollandı. 1-2 bu gol. Komandanı bir qədər əvəzləndirə bilər. Artıq onları inam sirayət edə bilər. Neftçi 1, Sabah 2. Tez oyna Fərid. Davam. İzzat ola. İki hissədə son dəqiqə oynanılır. Görə fasilədən öncə hesabda dəyişiklik olacaq mıydı? Sabahın standart vəziyyəti kifayət qədər təhlükəli bir cəhdi. Fatih Camalov 2 nəfərdən ibarət canlı sədd istədi. Yolda Şakir. Endirilən zərbə Fatih Camalov uzandı. Korner. İki hissədə son əmlələrdir. İşte
başlı Seyit, 22 başlı. Fatih Camalov yerindədir. Fatih bir qədər göz gəzdirir, topu cəld hərəkətləndirdi. Raul Rəşidovdur bu. Komanda yoldaşları da əmləyə qatılıb. Raul ötürmə vermək olar. Rəşidov qapı itirib. Məhəmməd Rəhimli. Təkrar zərbə imkan verilmədi. Daha sonra Məhəmməd qaydanı pozmuşdu. Referinin qərarı bu yöndədir. Bu ilk hissənin son epizodu, son cəhdi oldu. Raulun uzaq məsafədə indirdiyi zərbə qapı tirinə dəydi. Bərabərliyin Gəlin, sakitləşin, su için. addımlığındaydı. Heç yer ayrılmır, fasilədən sonra yenidən bir yerdəyik. Bir də hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri. İkinci hissədə yenidən bir yerdə. Bir daha xatırladaq, Neftçibazada Judo Federasiyasında onların dueli 10 yaşlı arasındakı Respublika çempionatı turun mərkəzi görüşü Neftçi və Sabah komandaları üzrədir. Sabah fasiləyə 2-1 hesabı önündə yollandı Neftçi önündə. Görək fasilədə məşqçilərin etdiyi məşvərət söhbət ikinciyə necə yansıyacaq. Hələ xüsus hesabda necə öz əksini tapacaq. İlk hissənin son dəqiqəsində Neftçi bərabərliyə çox yaxınlaşmışdı. Qapı tirinə dəydi top. Orada Yunus necə çıxardı o topu. Toxunuş etməyə bacardı qapı tirinə dəyən top. Emir tez yerdə. Yunus Babayev ilk hissədə qapını Fatih Camalov qoruyurdu. O əzimkarlığı oynamlı mübarizəni davam etdirir Yunus. O topa aydın müdaxilə. Bu ayda əvəz etmələr var idi. Bir qədər də o buna bağlı bəhs edəcəm. Neftçidə Osman Vəliyevi meydanda görük. Daha sonra hücumda Yusuf Mustafalı, cinahda Əkrəm Kərimov, Fəzəl Əlizadə mərkəz oyun qurucu mövqedə 14 nömrə Ədalət Hacızadə müdafiədə yerini tutub. Onunla birgə Eldar Tarverdiyev. Bu heyətin çıxışı necə alınacaq? İndirilən zərbə qapı tirinə dəydi. Emir, arkada savunmalısın sen, Emir. Eldar Tarverdiyev orada Tunarın qarşısını kəsmişdi. Osman. Osman Fəliyev. Bizdə, dur, başla işte. Osman, meç poyska. Osman, stabilite podajı ikraydı. İkinci hissədə çox sürətli başlayıb. İki hissədə möhtəşəm bir tempin, möhtəşəm bir iki hissənin şahidi olduq. 3 gol izlədik ilk hissədə görə ikinci hissədə hesabda necə bir dəyişiklik olacaq. Sabah fərqi 2-yə yüksəldərək. Təbii ki, daha rahat mübarizə aparmaq istəyir. Bu arada Yunus Babayev sevləri davam edir. Allah uşağına. Yəni möhtəşəm bir sev. Мустафаlı kimle oynuyorsan Mustafalı? Akrab, с кем мы играем? Akrab, где соперник? Внимательный будь. Ədiş, çıx ikiniz də rabqat içindəsiniz. Korner izləyib türmə ilə başladılar. İndirilən zərbə cəhdi müdafiə qapandı, keçid verilmədi. Daha bir üçüncü zərbə eyni cinahdan və yenidən. Bir qal. Sabahın əmləsi Neft tapşırına bənzir Əjdər. Əkrəm Kərimov orada rəqibin üzərinə şığıyır, bağladılar. Cinahı Eldar Tarverdiyev və aldadıcı həmlələr Sabah oyunçuları. Burada topu rəqibdən qaçırma bacarmışlar və damda da qolla nəticələnir Sabah. Yunus! Ay Yunus! Yunus! Fərqi artırır 3-1. Bir də mənim suamı çoxdur. Sizə kimdir ilk oyun? Sabah 3. Neftçi 1. Nasıl? Ne gözlüyse? Cinaha doğru ötürmə Sabahın yeni əmləsi qurulacaq. Orada start heyəti Neftçidə yenidən meydandadır. Yunus Cinaha doğru ötürmə keçmədi. Endirilən zərbə Yunus. Səhvini düzəldir. Daha bir cəhət. Biz oyunçulara dəymişdi. Atanur rəqibini qarşılamaq istədi. Yüksəklik qazanıb top. Məhəmməd Rəhimli uzaqlaşdırmaq lazımdır. Yunus yerindədir. Emir, ortadakıyla. Bir qədər göz gəzirdi, görə kiminlə oynayacaq.
Qısa ötürməklə də başlaya bilər. Səid Muxtarlı boş dedi. Məsələ də oldu Səid. Raul Rəşidov hərəkətlənib. Rəşidov orada Əjdərlə mübarizə aparır. Əjdəri nəzarət altında top meydanı tərk edir. Ez oyna. Aga. İkimiz de oyuncu versen olur. Zinatdan Saban yenəmləsib. Süper. Diaqanla doğru ötürmə. Səmti dəyişdilər. Balım niye orada dönürsən? Arkanızda İbrahim. Bir daha da Cina. Seyit arkanda 3 oyuncu var ey. Yunus Babayev. İlk əmləni dəf etmişdim. Müdafiəçilər, komanda yoldaşları onun köməyinə çata bilmədim. Dörd bir oldu. Neftçi bazada Judo Federasiyasında Yine var. Sabah turun mərkəzi görüşündə 4-1 hesabındədir. Neftçi önündə, amma kifayət qədər vaxt var. Təxmin olaraq 20 dəqiqə var görüşün bitməsinə. Mübarizə aparmaq olar. Bir qol Neftçini özünə gətirə bilər bir qədər. Rəqibi Atanur çəkirdi, top Atanurda qaldığı üçün referi davam edir. Atanur Əliyev hər şey etdi. Raul Rəşidov. Neçə ilk epizodda zərbə indirməli idi. Yusuf Səfərzadə tamamlamaq lazımdır. Məhəmməd Rəhimli. Açtı Samet. Dikkatli ol ey müdafiələr. Epizodları boşa vermək olmaz. Yolda Şakir. Sağlam dur. Saban həkimləri meydana daxil olur. Qapçı əvəz etməsi olacaq. Sağlam tezele. Sen arkada 3 oyuncu var. Bu da duruş. Yunus, hər şey əladır. Sən düş, oyunu davam elə. Qoy təzyiq gəlsin, qoy momentlər çox gəlsin. Problem yoxdur. Konsentrasiya ol əsas. Yaxşı? Yaxşı? Fikir vermə, qoy təzyiq gəlsin. Qol buraxdın, problem yoxdur. Davam elə, əladır. Eldar ikincisi də meydandaydı. Texniki zona yollanıb. Üstüne git. Bak arka arkaya yok. Geçit. Geçit. Atanur. Yaxşı Nicat. Çok. Onun qarşısı kəsilir. Out. Seyit. Geçit ele dayı. Fəzal Əlizadə meydana daxil olur. Məhəmməd əvəzləndi. Patlayır da dağı. Səid Muxtarlı. Atanur Əliyev. Atanur. Müdaxiləsi vardı. Sol silahdaşdırılan əmləni bir qədərində geri ötürməyə Əjdər. Silah doğru ötürmək keçmədi. Yusuf Səfərzada Raul qapısı ilə bilə-bir də Rəşidov. O kiber çıxdı, düzgün oynadı. Raul keçid vermədi. İnşallah Niyad, inşallah. Fəzal Əlizadə. Ad yeni etilməlidir. Fəzail. Uzaq məsafədən zərbə və gol! Möhtəşəm bir gol. Fəzal Əlizadə top qapıdan keçirir. Qapçı heç edə bilmədi bu zərbə qarşısında. Bir qədər azalır. 2-4. Молодец, 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 Алла! Tamam, Misko, tamam. Atanur, dikkatli ol.
Neftçi bazada Judo Federasiyasında 10 yaşlı arasındakı Respublika çempionatında tur mərkəzi görüşü Sabah və Neftçi komandalar üzləşir. Sabahın Deyinmə, danış. 4-2 üstünlüyü var. Bana danış, deyinmə. Neftçi önündə Fəysal Əlizadə fərqi bir qədər azaltdı. Və bu gol komandanı bir qədər həvəsləndirə biləcəkmi? Endirilən zərbə Namazov. İbrahim, bravo. Alt yerinə itirilməlidir. Seyit dikkatli. Fəzail. Bence uşaqlar dikkatli oluruz. Seyit düz bölüştürür. Seyit, İbrahim ikiniz yan yanasınız. Hareket eləyin. Korner. Neftçi baza Judo Federasiyası. Görüşdə son 15 dəqiqə. Kazar. Korner izləyək. Seyit sleva. Sabahdan üçüncüdən zərbə yenə ötürməklə başladılar. Rev tapşırıqdır. Endirilən zərbə təhlükəli həmlə idi. Biraz daha getdi, Əjdər. Qapıdan zərbə. Yonis ötürməklə başladılar. Səyid Muxtarlı. Əjdər qarşıladı. Yaxşı Fəzal. Fəzəl Əlizadə. Havası. İbrahim orada qabaqladılar. Yusif. Rəqibi təqib edir. Cəfərzadə sona qədər oynadı və rəqibi də vurub meydana çıxardı. Out. Buday. Neftçinindir. Sade у тебя. Out yerinə etirilir. Tunar akrobatik zərbə çəkdi. Tunar. Hesab 4-2-dir. Sabah 4-2 hesab önündədir. Neftçi önündə. Sonra uzun. Yunis Babayev. Sinan doğru ötürmə. Səyid Muxtarlı. Yəni Yunis'lə oynadı. Öndə təzyiq edir Sabah tərəfi. Riskli ötürməkdə amma uğurlu alındı. İbrahim. Yusuf Cəfərzadəni qabaqladılar. Qapıdan zərb olacaq yəqin ki. Юрис. Юрис. Молодец, умница. Продолжай. Yunus Babayev göz gəzdirdi. Səyidlə oynadı. Bir qədər kör təbii ötürməkdir. Xorvat dilində danışın. Eləmə də. Önündə qəbulla topla çıx. Atanor. Raula çatmadı. Səyid. Tunarın pressing var. Səyid top meydandan çıxardı. Out. Əjdər. Uzun məsafədə endirilən zərbə. Qapı tirinə dəydi. Təkrar həmlə başla zərbə. Tunardan. Atam gəl. Yunis'də kesid yoxdur. Yunis. Əjdər qarşıladı rəqibini. Atanurun pressingi var. Bir qədər uzaqlaşdırmaq həmləsi də ötürülməyə də çevrildi. Endirilən zərbə. Yox, birinci gəlirsən. Cinaha gedəndən sonra mı gedirsən? Hara gəlirsən bura? Внимательный выш. Yunis, Səyid Muxtarlı. Atanur açdı Topralı Rəşidov. Raul. At ötürməklə başladılar. Sabah müdafiəçilər top müdafiədən çıxarmaq istəyir. İndi öndə pressing edir Neftçi tərəfi.
Out yeni itilməlidir Əjdər. Fəzal araya girdi. Fəzal Əlizadə. Yüksəlik qazanıb top. İbrahimlə orada Sabah kapitan arasında mübarizə vardı. Fəzal Əlizadə Aldal Cəmlə. Sol ayağını almaq istədi. Fəzail. Alt Neftçinin. Əjdərin müdaxiləsi vardı. Seyid. Emir oyna, qorxma. Atanur. İbrahim Namazov. Yusuf Cəfərzadə. Top meydan tərk edib. Out Sabahın. Sultan hardasan? Osman meydana daxil olur. Fəzal meydanı tərk etdi. Osman Vəliyeviz heç anda yenə meydanda görürük. Raul. Raul Rəşidov. Sat düşsə. Bir də mərkəzə çəkilib zərbə indirmək istəyirdi. Əjdər ona mane oldu. Sultan geniş. Sultan da var. Əjdər. Topla. Yunis. Tələsmə. Arxa diqqətli olun. Olur. Sinana doğru ötürməm. Sabah yenə təhlükəli gəldi, amma müdafiəçilərin müdaxiləsi vardı orada. İbrahim Namazov da təzyiq edir də out yenə etiriləcək. Orada Əkrəm Kərimov meydana daxil olur. Raul Rəşidovun əvəzlədi. Bir qədər dincini alması istəyir Tural Lətifov Raulun. Endirilən zərbə. Top qapının üzərinə meydan tərk edir. Sultan Tuna gəl. Xeyr. Gəl Sultan. Bəzi komandalar. Gəl. Həmçinin Sabahda da vəziyyətmələr baş tutur. Təkrarlamasını istədi Ədalət təmsilçisi qapıdan zərbənin. Yunis Babayev. Səyid Muxtarlı. Yenə Yunis'lə oynadı. Bitirmədə səhvə yol verdilər. Endirilən zərbə Yunis. Atanur, biz arkadan oyun quranda sən harda olmalısan? Yaxına get istədən topu. Səyid. Mərkəzə doğru ötürmə. Səydən topu. Hərəkət edin. Hərəkət edin. Bitirə. Top meydanda saxlama bacardılar. Atanın müdaxiləsi vardı. Refer bilir ki, top meydanı tərk edib. Korner. Угловой, заходи туда, не стой тут. Müdafiəçilər, diqqətli. Держи его, Акрам, внимательный будь. Риска uzaksa. Osman kimle oynuyorsa. Qapı qarşısına ötürmə Yunis. Əkrəm Kərimov. Yusuf Cəfərzadə. Atanur, Ronaldo, Atanur Əliyev daşıdı bir qədər topu. Atanur, ötürmə, zərbə. Osman Vəliyevin zərbəsi idi bu. Kiperdən keçid yoxdur. Dəksəmlə də oldu, indirilən zərbə Yunis. Qarşı qapısı. Arkadaki oyuncu bırakma. Yaxşı çıxış edir bu dəqiqələrdə. Out. Bir qədər oyunun tempi qalxdı. Gözlə. Əşlə yaxşısa. Sözünü isper etmişdi zərbə qarın nahiyəsinə dəydi. Amma hər şey yaxşı görünür. İndi altdan oyun bərpa olunacaq. Səyid. Yusuf Cəfərzadə. Səyid Muxtarlı yüksəliyi qazandırdı. Əjdərin toxunuşu. Əkrəm Kərimov pressing edir. Kərimov. Əkrəm, davay. Akrakim atamadı. Akrakim, malades atam, malades. Yusuf Cəfərzadə təzyiq öz bərəsini göstərdi. Qazandılar. Yusuf endirilən zərbə. Cəfərzadə idi bu. Qola yaxınlaşır. Səyid rəqimi qarşısını kəsib. Dəqiqələrdə bir qədər təşəbbüs ələ keçirməyə bacardı Neftçi tərəfi. Bu qol olaraq komandaya qayıdacaqmı? Hesab 4-2'dir. Sabah 4, Neftçi 2. Təşəkkürlər ekran bəyənənlər. Var olun.
At yine iterləyir. Əkrəm. Gəlmə aga, gəlmə aga. Məhəmmədin orada təzyiqi var. Əkrəm Kərimov mübarizənin qalib tərəfidir. Kərimov. Arkadaşlar gel. Yürü. Yoldaş hakim Zamendi, Zamendi, Zamendi. Yonis. Nisbabay mənimsədiyindi. Komanda yoldaşlarını axtarın. Səyid Muxtarlı. Neftçi nəmləsi yerdən yorulacaq. Yonis, Səyid. Ötürmələrlə top müdafiədən çıxardılar. Bax, Neftçi tərəfindən gözlənilən bu kombinasiyadır. Bu ötürmələrdir. Seyit. İbrahim Namazov orada rəqibə mane oldu. Out. Акрам, внимательный будь, Акрам. Səyid Muxtarlı. Açılmamış vermedi. Açılandan sonra deyirsən ki, açıl. Seyit, spokojnik, все хорошо. Görüşdə son 4 dəqiqə hesab 4-2-dir. Bardaq da. Sabah 4, Neftçi 2. Gel Seyit. Gel. Ədalət meydana qayıdır. Səyid əvəzləndi Ədalət Hacızadə. Dön kabağa. Dön kabağa, kabağa. Atanur. Atanur Əliyev. Ara ötürməsi. Bir-birlərini başa düşmədilər. Aga, kabağa, sık, süratle. Hadi. Yap son. Yapış. Adalet, adalet. Aga top uzak, kabağa oyna. Aga senden her bir top yedirem aga. Özün sen, hallele. Arkanda. Kabağa oyna. Arkanda. Ədalətin müdaxiləsi var idi. Korner. Artıq vaxt tükənir. Təxmin olaraq 2 dəqiqəyə yaxın bir müddət qalıb görüşün bitməsinə. Sabahın 4-2 üstünlüyü var Neftçi önündə. Görəyim, qalan vaxt ərzində hesabda dəyişiklik olacaqmı? Daha bir korner. Out bizde, out bizde. Geldi out. Ali, ileri oyna. İbrahim. Out. Yoldaş Hakim. Yoldaş Hakim. Yoldaş Hakim. Cenab Hakim. Düşürün yerinize, hazır olurum. Hazır olurum. Hem dikkat,
Yunis, Ədalət Hacızadə, Yunus Babayev. Yəni ədalətlə oynadı, ötürmələrlə müdafiədən çıxarması Ədalət, ötürməsini verməyə bacardı Atanur Əliyev. Rəqimin geridən bir müdaxiləsi vardı, top Atanurda qaldığı üçün referin səlimcə davam dedi. Yunis. Burada Atanur əvəzlərini Yusuf Mustafalı meydana daxil oldu. Zəfərzadə. Saban oyuncularının önünü bağladılar. Qabaq oyna! Burada təzyiq edir Neftçi tərəfi. Out. Refer bildirir ki, top meydanı tərk etmişdim. Out Neftçinin. Kampak, kampak! Son dəqiqə oynanılan qarşılaşmada referdə sağdan nəzər yetirir. Yusif. Xeyr. Ədalət. Bizim Mustafalı'nın istiqamətində topa çatmaq mümkün olmur və referi bu cəhətlərdə qarşılaşmanı bitirdi. Maraqlı mübarizənin şahidi olduq. Sabah 4-2 hesab ilə Neftçini məğlub edir. Üzəl oyuncu üçün hər iki komanda təşəkkür edir və növbəti oyunlarda uğurlar arzu edirik. Sağ olun, salamat qalın.